Sonra sabit qalmaq üçün gözəl qardaşlar, ən böyük səbəblərdən biri təbii ki, Allahın kitabını oxumaqdır. Tilavət eləmək, mənasını başa düşmək. Bugün nə qədər Quran oxuyanlar var, heç mənasını başa düşmür. Ondan da çoxları var ki, heç Quran oxumur. Hələ mən Quran oxuyub mənasını bilməyənlər demirəm. Quran oxumayanlar, Quran tərk edən nə qədər insanlar var qardaş bu həyatda. Müsəlman aləmində, İslam aləmində mən müsəlmanam deyən insanlar var ki, qardaş. Quranı tərk ediblər. Hələ ondan da betəri, ibadət əhli içində Quranı tərk edənlər var, az Quran oxuyanlar var. Qurandan payı yoxdur, gündəlik payı yoxdur. Tilavət eləmir, mənasına baxmır, tədəbbür eləmir. Axı bu kitab tədəbbür üçün nazil olub, baxı, düzdürmü? Rəflərə qoyulmaq üçün nazil olub. Xeyr. Qurucu əzbərlə əməl etmə, buna görə nazil olub. Yox, hətta nə qədər hafizlər var ki, özləri Quran əhli deyirlər. Nə olsun hafizlər, amma Quran əhli deyil. Çünki əməl yoxdur, əməl ona görə. Quran elə əməl olunsun deyə nazil olunub. Mücərrəd tilavət üçün yox, necə Həsən Əl-Basri deyir. Quran nazil olma səbəbi budur. Əməl etmək, tədəbbür eləmək, düşünmək, əfələ yətədəbbərunəl Qur'an. Məgər onlar Qur'anı tədəbbür etmirlərmi? Əm alə qulubin aqfaluha, yoxsa onların qəlbləri qıfıllıdırmı? Kitabun ənzəlnəhu ileykə mübarakun liyəddəbbəru ayətihi və liyətədəkkər ulul əlbəb. Biz sənə bu mübarək Qur'anı nazil etdik. Nəyə görə? Ayələri üzərində tədəbbür etsinlər deyə. Ağıl sahibi ibrət alsınlar deyə biz sənə bu mübarək kitabı nazil etdik. Vallahi bu kitab hidayətdir. Nurdur, şəfadır, müjdədir, rəhmətdir möminlər, müsəlmanlar üçün. Bu kitabını sevmək olar mı, qardaş? Bu kitabı tərk eləmək olar mı? Rəfdə qalıb toz basıb oxumurlar. İbadət əhli içərisində oxumuram, oxuyub, oxumağı bacarırlar, oxumur. Hələ gör, içlərində oxumayanlar da var ibadət əhli içərisində. Hər şey vaxt ayırır. İşə girmək üçün dil öyrənəcək. Gedib bir proqramı öyrənəcək. Aylarla, illərlə bir kursda gedəcək ki, mən falan işə gedim, dünyanı əldə eləmək üçün. Qardaş, sən dünyanı əldə eləyəcəksən. Lakin bu kitabdan uzaq dursan, ahirətin əldən gedəcək. Ahirətin. Dünyanın üçün ahirəti niyə zay edirsən? Niyə? Peyğəmbər sallallahu aleyhi və səlləm öz qövmündən şikayət edir Allaha. Və qalər Rasulü, ya Rabbi, innə qavmi ittəxadu hədəl Qur'anə məhcura. Ey Rəbbim. Deyəcək ki, Rəsul, Allahın Rəsulü, ey Rəbbim, ver. Ey Rəbbim, qövmün bu Qur'anı tərk elədi, yəni hicr elədi. Öz qövmündən şikayət edir, mən Qur'anı tərk eləmək kimin xislətindəndir? Allah iman gətirməyənlərin. Qardaş, bugün Qur'anı tərk edən nə qədər müsəlmanlar var? Qur'an oxumur. Mənası üzərində düşünmür. Qur'anla müalicə olunmur. Bu da hamısı Qur'anı tərk eləməyə daxildir ya. Biləsən. Qur'anla rüqyə olunmamaq da ancaq dərmana qaçırıq. Qur'anla müalicə, bunu tərk eləmək, rüqyəni tərk eləmək, qardaş, bu Qur'anı tərk eləməyin yollarından biridir. Başa düşürəm, dərman da içmək lazımdır. Demirik, dərman içməm. Amma Qur'andan da oxu. Bəlkə ola bilər ki, elə bir ayələr oxuyarsan ki, sənin ağrın acın gedər. Biz demirik, həkimlər tərk eləyər, dərman alın, yox, əsəb onu demir. Lakin Qur'anla müalicə olmaq lazımdır. Müalicənin bir növlərindən biridir. Qur'anla müalicə olunmaq, rüqyə eləmək, Qur'ana əməl etmək ən böyük ibadətlərdən. Onu tərk etmək də nədir? Bax, Qur'ana əməl etməmək də hicrin, tərkin növlərindən biridir. İbn Qeyyim sayır nədir Qur'anı tərk eləmək? Bax, Qur'andan uzaq nə qədər qövmlər, nə qədər insanlar var. Müsəlman da Qur'an oxuya bilmir. Vallahi ayıbdır. Örgənmir, illərdir yaxşı namaz qılır, yaşayır bu həyatda, hər işinə, gücünə görə canfəşanlıq edir, qardaş, bir həftə, 2 həftə, 3 həftə, bir ay deyək də, nə qədər yəni çətin başa çıxır, bir ayda olsa, qardaş, Quran oxumağa vaxt sərf eləmir, qardaş, örgənmək üçün. Nə olar, bir ay, sənə heç kim demir, saatlarla otur, oxu. Gündə 15 dəqiqə Quran örgənmək üçün vaxt ayırsan, mən sənə əmin edirəm ki, bir aya, sən Quranı oxuyub bacaracaqsan. Təbii demirəm, bülbül kimi ötəsən, qanaq oxusan da yavaş-yavaş, tədriz oxuduqsa dilin açılacaq. Lakin artıq öyrənə biləsən, qaydalarını biləcəksən. Yəni, Quran açıb oxuyanda artıq oxumağı bacaracaqsan. Bir ay vaxt sərf eləmirsən, illərlə, aylarla oxursan ki, dünyadan payın olsun. Məktəbə gedirsən, 11 il gedirsən. 4 il universitet oxuyursan, hələ kurslara getdiyin günlər saymıram, proqramlar öyrənmək, dil öyrənmək. Arkadaş, bir ay sərf elədi. Hələ o istədiyin dünyaya nail olası olmayasın, bir Allah bilir. Nə qədər vallahi plan quran insanlar var ki, dünən onları sən dəfn eləmişsən, qardaş. Dünən dəfn eləmişsən. Həyatında planları, hədəfləri var idi. Dünyası üçün çalışırdı. Dünən cənazəsindən gəlirsən. Hədəfə nail oldu, qardaş. Planları vardı, əldə elə bildi, yox. Amma o Quran oxuya bilsəydi, Quranı öyrənsəydi, gör, ahirətdə nə qədər qazancı olardı. Nə qədər qazancı olardı. Biz ahirət qazancını az fikirləşirik, əsas hədəfimiz dünya olur. Problem budur. Ona görə bir çox ibadətlərdən geri qalmışıq. Belə insanlar var. Qardaşlıqdan geri qalıb, ibadətdən geri qalıb, ibadətin digər növlərindən Quran oxumaqdır, cəmaət namazlarına getmək. Niyə? Onlar o qədər başqa şeylərlə məşğul edib ki, bax bu xeyirli, fəzilətli əməllərdən geri qalıb, qardaş. Quran oxumaq, Quran tilavət eləmək sabit qalmağın yollarından biridir.
Ayələrdə keçir, hidayətdir, nurdur, müjdədir. Qəlblərə nədir qardaşım? Qəlblərin şəfasıdır. Həmçinin cəsədlərin də şəfasıdır. Buradan bir dənə fayda götürək. Quranda gələn bütün o Quranla bağlı olan şəfa hamısı da qəlbin şəfasına aiddir. Lakin sünnədə gəlib ki, Quranla da bədəni müalicə eləmək olur. Lakin Quranda gələn şəfa o qəlblərin şəfasından söhbət gedir. Amma sünnədə əlhəmdülillah gəlib ki, həmçinin bədəni də şəfadır. Xəstələndə də Quran oxub özü ruqyə eləyə bilərsən, müalicə eləyə bilərsən. Gör, Quran necə fəzilət şərəfli bir kitabdır. Allahın kəlamıdır. Allah nazil edib, ən şərəfli quluna nazil edib. Ən hörmətli insanlara gəlib qövmə ümmətə, İslam ümmətinə. Görsən, bizim kitabdır, digərlərin kitabı deyil. Digərləri halbuki düzdür, hamıya nazil olub. Lakin onu qəbul edən kim oldu? Biz yüklənmişik yəni ona. İslam ümmətinin kitabı. Kim özünə müsəlman deyirsə, artıq müsəlman o İslamı qəbul edirsə, artıq onun kitabıdır. Bütün kitabları tamamlayıb, bütün kitablardan üstündür, fəzilətlidir və Peyğəmbəri də ən əfsər şərəfli Peyğəmbərdir. Nə qədər üstünlüyü var Quran-ı Kərimin. Lakin görürsən, oxumuruq, ona görə sabit qalmır insanlar. Ona görə qəlblər qəlizdir, sərtdir, kobuddur. İnsanlar var, kobuddur, qəlizdir. Səbəblərdən biri Quran az oxumaqdır. O insanın biraz həyatına nəzər getirsən və ya özünü bir çəki düzən versə, hesaba çəksə kəndisini, özünü görəcək ki, Quran az oxuyur. Ona görə sərtdir, kobuddur. Hər şeyə pis reaksiya verir, əsəbləşir evdə, çöldə, işdə, müsəlmanlarla və s. Kobud insan deyil, filankət kobuddur, qəlizdir, sərtdir. O səbəblərdən biri Quran az oxumaqdır. Quran çox olsaydı qəlbi yumuşalardı. Allah kitabında nə deyir? Ləv ənzəlnə həzəl Qur'anə alə cəbəlin. Biz bu kitabı dağa nazil etsəydi, lərəəytə xaşə mütəsəddimin xəşətillə, sən bu dağları Allah qorsan paramparça olduğunu görərdin. Gör, indi bu kitab qəlblərə nazil, lakin o qayalardan sərtdir. Elə qəlblər var, o qayalardan sərtdir, daşlardan sərtdir, dağlardan sərtdir. Niyə? Oxumur ona görə. Allah xitab edir, biz dağa nazil etsəydi, dağ Allah qorsundan paramparça olardı, əsərdi, qorxardı ki, Quran nazil olub mənə. Böyük bir kitab nazil olub. Lakin qəlb, ət parçası elə insanlarda var ki, dağlardan sərtdir. Elə sərt qəlb, səncə xeyir, uğur qazana bilərmi bu həyatda, qardaş? Sabit qala bilərmi? Əlbəttə yox. Ona görə gözəl qarşı sabit olmağın ən gözəl yollarından biri də Quranı oxumaq, onu tilavət eləmək, həmçinin mənasına baxıb tədəbbür eləmək. Hamı ərəb deyil, mən başa düşürəm, hamı ərəbcə bilmir. Lakin şükür Allaha mənaca tərcümə var da, sən açıb onu, ayəni oxuduqca mənasına baxa bilərsən. Nəyə görə? Bayaq dediyimizə görə. Qəlbə təsir eləsin və çoxlu faydalanasan deyə. Yoxsa mənasını bilməyəndə təsir eləmir, elə oxuyursan. Bəli, Ramazanda çox oxuyursan. Niyə? Mənasını başa düşməsən də, əsas əfzəl Ramazan nədir çoxlu? Xətm eləmək. Lakin əlhəmdülillah 11 ayın da var da. 11 ayda görə nə qədər tədəbbür elə bilərsən, nə qədər mənalarına baxıb oxuya bilərsən, əlhəmdülillah. Məsələn deyək, məsələn, bir səhifə oxu, amma mənayını oxu. Görüm Rəbbim mənə nə deyir, nə xitab edir. O kitab insanlara, bəşərə gəlib də, qardaş. Düzdürmü? Cansızlara gəlməyib ki. Demək, sabit qalmaq üçün gözəl qardaşa ən böyük yollardan biri nə idi? Quran oxumaq. Birinci nə idi? Dua eləmək. İkinci, Allahın kitabını oxumaq, tilavət eləmək, tədəbbür eləmək.